Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Selamun aleykum, hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Bəhsimiz Qədirxum hadisəsi haqqındadır. Biz keçən verilişdə Qədirxum bayramı haqqında, fəziləti haqqında, əməlləri haqqında, Qədirxumun əməllərindən biri olan İmam Əli əleyhissalamın ziyarəti barəsində, məxsusən İmam Hadi əleyhissalamın Qədiriyyə ziyarəti haqqında geniş bəhs etdik, oxuduq, tərcümə elədik, qısa izahını da sizlərin nəzərinə çatdırdıq. Bu verilişdən isə istəyirəm Qədirxum hadisəsinin özü haqqında bəhs edək ki, Qədirxum hadisəsi necə baş verdi, hansı tarixdə baş verdi, nələr oldu, bu haqda bəzi məsələləri istəyirəm nəzərinizə çatdırım. Bildiyiniz kimi əziz Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləm Məkkədə dünyaya gəlmişdi, Məkkədə böyümüşdü, Peyğəmbərliyə də Məkkədə çatdı. Və 13 ildə Peyğəmbərliyə çatdıqdan sonra təqribən 53 yaşında məcbur oldu Məkkə şəhərini tərk eləsin və gəlsin Mədiniyə. Mədiniyə gəldikdən sonra artıq Məkkəyə demək olar ki, getməmişdi. Əziz Peyğəmbərimiz 10 il ki Mədinədə oldu, cəmi 3 dəfə Məkkəyə gedə bildi. Birincisi hicrətin 8-ci ilində Hudeybiyyə sülhündən sonra yalnız Peyğəmbər ətrafında olanlarla getdilər, ümrə əməllərini əmələ gətirdilər və tez bir zamanda da Məkkə şəhərini tərk elədilər. O sülh əsasında idi ki, ancaq girib ümrə ziyarətini əmələ gətirib çıxmalıydılar. Peyğəmbər də o sülhə necə deyərlər, əməl edərək tez də Məkkəni tərk eləməli oldu. İkinci dəfə hicrətin 9-cu ilində idi. Məşhur tarixlərə əsasən 9-cu ilində daxil oldu Məkkə şəhərində, amma bu dəfə Məkkəni fəth elədi. Müşrikləri məğlub elədi. Bütpərəstləri məğlub elədi, orada öz hakimini, valini təyin elədi, ondan sonra oradan gedir Taifə, Taifdən qaydanda yenə Məkkəyə dönür, ümrə əməllərini icra eləyib, qayıdır Mədiniyə. Amma əziz Peyğəmbərimizin sonuncu Məkkəyə getməsi Həccətül Vidada olur. Həccətül Vida yəni son həcci və rivayətlərə əsasən Cəbrail əleyhissalam nazil olur və Peyğəmbərə buyurur ki, artıq sənin ömrün sonu gəlib çatmışdır, lazım olan irsi, vəsiyyətini, hamısını müəyyən elə, tez bir zamanda dünyanı dəyişəcəksən, sadəcə olaraq 2 dənə əməl hələ qalıb ki, rəsmi olaraq onları sən müsəlmanlara çatdırmayıbsan. Onlardan biri həccin əməlləri idi, Peyğəmbərimiz o günə qədər həccin əməllərini Zilhəccə ayında, həcci təməttü, həccə aid olan əməlləri icra eləməmişdi. Ümrə eləmişdi. Ümrənin əməlləri azdır. 1 saat, 2 saat ərzində ümrənin əməllərini icra etmək olur. Amma həccin əməllərini əmələ gətirməmişdi. Və həccin hökmləri də, Mənasikul Həcci bizim müftilər ayrı bir kitabda yazırlar ki, bütün həccin əməllərini orada qeyd edirlər. Qurban kəsmək, Ərəfatda olmaq, Minada olmaq, şeytana daş atmaq, orada bəzi heyvanları öldürməyin kəffarəsi və həddindən artıq çoxlu məsələləri vardı. Ehram paltarı geyməlisən, ehram paltarının hansı xüsusiyyəti vardı? Bunların hamısı Peyğəmbər əməli surətdə istəyirdi ki, həccə getsin və həcdə bu həccin əməllərini icra etsin, əməli surətdə müsəlmanlara göstərsin. İkinci məsələ ki, insanlara çatdırmamışdı, rəsmi olaraq çatdırmamışdı, o imamət və vilayət məsələsi idi. Özündən sonraki rəhbəri, canişinini təyin eləmək. Bu barədə hədis nəql olunub, hədislərin birində belə gəlib ki, Cəbrail əleyhissalam Peyğəmbərin xidmətinə gəlir və belə buyurur ki, ya Muhammed sallallahu aleyhi və aleyhi və səlləm, Allah Taala sənə salam göndərir, salam çatdırır və buyurur ki, inni ləm əqbis nəbiyyən min ənbiyai və rusuli. Ey Muhammed, mən bu vaxta qədər Peyğəmbərlərimdən və rəsullarımdan heç birinin ruhunu qəbz etməmişəm, illa bədə ikmali dini, məgər dinimi kamilləşdirəndən sonra və təqsir-i hüccəti
Öz hüccətimi çoxlu şəkildə tamamlayandan sonra. Və qəd bəqiyə əleyka min zalikə fərizatan. Bu dindən, ey Allahın Rəsulü, ey Muhammed, 2 dənə fərizə qalıb. 2 dənə fərizə qalıb ki, onları da sən gərək çatdırasan. Mimma yəhtacu ileyhi ən tubəlliğəhuma qovməkə. Bu 2 şey o şeylərdən ki, lazımdır sənə, gərək bu 2 şeyi öz qovminə, müsəlmanlara çatdırasan. Fərizətul həcc, həccin əməlləri birincisi və fərizətul vilayə, vilayət fərizəsi. Peyğəmbərimiz tarixi qaynaqlara əsasən dəfələrlə Həzrəti Əli əleyhissalamın imamətinə, vilayətinə işarə etmişdilər. Amma rəsmi olaraq bütün insanların arasında bu həyata keçməmişdi. Vəl xəlifə min bə'dik, özündən sonra xəlifə məsələsi. Fə inni ləm uxli ərzi min hüccətin. Həqiqətən mən Allah Taala öz yerimi ilahi hüccətdən heç vaxt boş qoymamışam. Həmişə yer üzündə bir peyğəmbər dünyasını dəyişirsə, onun yerində bir canişini olmalıdır. Və ləm uxliha əbəda, yer üzünü heç vaxt ilahi hüccətdən boş qoymaram. Bu hədis Rovzətül Vaizin kitabının 1-ci cildinin 89-cu səhifəsində nəql olunmuşdur. Beləliklə Allah tərəfindən ki, bu əmr gəlir əziz peyğəmbərimizə, peyğəmbərimiz ümumi elan verir. Mədinədə olanlar, Mədinənin ətrafında olanlar, müxtəlif şəhərlərdən, hətta Yəməndən, necə deyirlər, o zamanda İslamın iyi hansı ölkədən gəlirdisə, harada müsəlmanlar yaşayırdısa, hər birinə çatdırılır ki, bu illəri Peyğəmbər sallallahu aleyhi və səlləm özü həcc mərasimində iştirak edəcək. Hər kimin imkanı varsa gərək öz şəhərində qalmasın, bu həcc mərasimində Peyğəmbərlə iştirak eləsin. Nəql edirlər ki, bu həcc mərasimində 120 min, bəlkə də artıq müsəlman iştirak edir. 120 min. O zamanda nəql edirlər ki, Həzrəti Əli əleyhissalam da Yəməndə idi. Peyğəmbər tərəfindən təbliğat məqsədi ilə və zəkat və xums toplamaq məqsədi ilə Yəmənə getmişdi. Peyğəmbərin bu dəvətindən sonra Əli əleyhissalamla birlikdə tək Yəmənin özündən deyirlər ki, 12 min nəfər həcc mövsümünə gəldilər. Bilirdilər ki, Peyğəmbərin sonuncu həccidir. Peyğəmbər bəzi məsələləri bu həccdə bizə çatdıracaq. Hər kəsin imkanı var idisə, o həccdə iştirak elədi. Bu baxımdan deyirlər ki, 120 min nəfərdən çox müsəlman o həccdə iştirak elədi. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demək olar ki, Mədinədən ki, hərəkət edirlər Məkkəyə tərəf, Zilhəccənin 5-də, Zilhəccə ayının 5-də çatırlar Məkkəyə. Burada müxtəlif hadisələr baş verir. Peyğəmbər sallallahu aleyhi və səlləm Ərəfatda, Minada Əli əleyhissalamın vilayət və imamət məsələsini çatdırmaq istəyir. Dəfələrlə Cəbrail əleyhissalam nazil olur. Dəfələrlə Cəbrail əleyhissalam Allah tərəfindən nazil olur və buyurur ki, son məsələ imamət və vilayət məsələsində çatdırmalısan. Çünki Peyğəmbərimiz əməli surətdə həccin əməllərini icra elədi. ehram paltarını necə geyinərlər, ehram paltarını geyindikdən sonra hansı şeylərdən təqribən 20 neçə dənə şey insana haram olur ehram paltarını geydikdən sonra. Peyğəmbər bunların hamısı əməli surətdə göstərdi. Ərəfatda nə qədər olmalısan, Minada nə qədər olmalısan, Minada olanda hansı əməllər etməlisən, qurbanlıq kəsməlisən, şeytana daş atmalısan, başını həlq eləməlisən, yəni keçəl eləməlisən. Əlbəttə bu kişilərə aiddir. Bütün bu məsələlərin hamısını Peyğəmbər əməli surətdə həccə aid olan məsələlərin hamısını çatdırdı. Amma imamət və vilayət məsələsi Cəbrail nazil oldu və dedi ki, ya Rəsulallah, artıq sən bu məsələni çatdırmalısan, dini kamilliyini vilayət məsələsi ilə möhrün vurmalısan. Burada Allah Taala Qur'anın həmin Maidə surəsinin 3-cü ayəsində nazil edir. Əlbəttə bu ayənin nazil olmağı bəziləri deyirlər ki, Qədirxum çölündə
Peyğəmbərimiz o uzun xütbəni oxuyub Əli əleyhissalamı rəsmi surətdə tanıtdıqdan sonra da, amma ola bilər elə burada da olsun. Çünki vilayət məsələsi ilə bu kamilləşmək məsələsini Cəbrail bu ərəfətə gətirirdi. Yəni həcc mərasimində də dəfələrlə gəldi. Mən qeyd edəcəm. Peyğəmbərimiz elə Ərəfat çölündə Minada istəyirdi ki, bu vilayət məsələsini çatdırsın insanlara. Sadəcə olaraq nigaran idi. Münafiqlərdən nigaran idi. Bəzi o dünya pərəstlərdən nigaran idi ki, Peyğəmbəri təqzib eləsinlər. Bu baxımdan elə dəfələrlə Cəbrail əleyhissalama deyir ki, bu məsələ haqqında bu insanlar necə deyirlər, rahat şəkildə bunu qəbul eləməyəcək. Münafiqləri tanıyırdı Peyğəmbər. Bu baxımdan dəfələrlə Cəbrailə deyir ki, Allahımdan istə ki, Allahım bu məsələdə mənə bir vədə versin. Ayə ki, nazil olur vilayətlə bağlı. Allah Taala elə bir Peyğəmbərə vəhy olaraq göndərir Cəbrail vasitəsilə ki, buyurur, Əliyyun vəliyyə. Əli mənim vəlimdir. Və muvlə kullu müminin və müminə. Bütün mömin kişi və qadının vəlisidir. Əliyyun əbdi. Əli mənim xalis bəndəmdir. Vəsiyyü nəbiyyi. Mənim Peyğəmbərimin vəsisidir. Vəl xəlifətu min bə'di. Peyğəmbərdən sonra xəlifədir. Və hüccəti baligə əla xəlqi. Mənim insanlar üzərində, məxluqat üzərində onlara çatdırılmış ilahi hüccətdir. Sonra bəzi məsələlərə işarə edir. Məqrunun taətuhu mə'ə taəti Muhammedin nəbiyyə sallallahu aleyhi və səlləm. Ona itaat eləmək, mənim Peyğəmbərim Muhammedə itaat eləməyə bərabərdir. Məqrunun taəti Muhammedin bitaəti. Peyğəmbərə də, Həzrət Muhammedə də itaat eləmək, mənə itaat etməkdir. Mən ətəəhu fəqət ətəəni. Hər kəs Peyğəmbərə itaat etsə, mənə itaat edib. Hər kəs ona isyan eləsə, mənə isyan etmiş hesab olur. Sonra bu ki, cəəltuhu ələmən bəyni və beynə xəlqi. Mən bu əlini qərar verdim, özümlə insanlar arasında rəhbər. Fəmən ərəfəhu kanə müminən və mən ənkərəhu kanə kafirən. Əcibdir, Allah Taala buyurur ki, hər kəs onu tanısa, mömin olacaq. Hər kəs onu inkar eləsə, kafir olacaq. Və mən əşrəkə bi beyəti kanə müşrikən. Hər kəs onun beyətini inkar eləsə, müşrik olacaq. Və mən ləqiyyəni bi vilayətihi. Hər kəs onun vilayəti ilə axirət günündə mənim görüşümə gəlsə, dəxələl cənnətə. Cənnətə daxil olacaq. Və mən ləqiyyəni bi ədafətihi dəxələnnar. Hər kəs ona nisbətdə nifrətlə, kinlə, küdurətlə o dünyaya gəlsə, o cəhənnəmə daxil olacaqdır. Bu Allah tərəfindən Cəbrail vasitəsilə Peyğəmbərə göndərilən bir mesaj idi. Bu həqiqi xəlifədir. Artıq bunu sən insanlara tanıtdırmalısan. Amma necə tanıdır? İnşallah gələn verilişimizdə. Və sallallahu alə seyyidina Muhammed və